Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. Bir daha siz əzizləri ömrün meyvəsi verilişində xoş gördük. Allah Teala hər birimizi gözəl övlad tərbiyə etməkdə müvəffəq etsin. Bəli, dəyərli izləyicilər, bildiyiniz kimi mövzumuz övlad tərbiyəsi haqqındadır və ötən verilişlərimizdə də qeyd etdik ki, bu mövzu, bu məsələ olduqca mühüm və zəruri məsələlərdəndir ki, hər bir valideynin vəzifəsi, borcu budur ki, övlad tərbiyəsi haqqında ciddi şəkildə məşğul ola və övladlarını gözəl şəkildə tərbiyə etməyə çalışa. Dəyərli izləyicilər, ötən verilişimizdə ustadımız bu barədə danışdı. Mövzu buydu ki, övladın tərbiyəsində yaşadığımız mühitin, yəni belə deyək də, hətta evin belə uşağa təsiri var. Məsələn, bina evindən danışdıq ki, bina evi övlad tərbiyəsində nə qədər təsirlər qoya bilər. Müsbət və mənfi təsirlər ki, biz qeyd etdik ki, bir sıra mənfi təsirləri də var ki, bina evində yaşayanda uşaqda istər-istəməz bu təsirlər, mənfi təsirlər özünü göstərir. Ona görə də valideynlər gərək ifrat təfrit etmədən orta yolu gözləyərək, hətta bina evində də olsa övladlarını düzgün şəkildə tərbiyə etməyə çalışmalıdırlar. Bəli, bugün də yenə mövzumuz yaşadığımız mühitin və yaşayışımızın övlad üzərində olan təsiri haqqında olacaq ki, İnşallah bu barədə də media haqqında, sosial şəbəkələr haqqında ki, bunlar övladlarımızın tərbiyəsinə necə təsir edə bilər? Əziz ustadımız inşallah bugün bu haqda maraqlı söhbətlər edəcək. Bəli, dəyərli izləyicilər, verilişimizin eksperti, ilahiyyatçı, övlad tərbiyəsi üzrə araşdırmacı cənab Rüfət Həbiboğludur. Salam aleykum ustad, xoş gördük sizi. Aleyküm əssalam, hər vaxtınız xeyirli olsun. Çox sağ olasınız ustad, sizin də hər vaxtınız xeyir olsun. Bir daha təşəkkür edirik ki, dəvətimizi qəbul edərək zəhmət çəkib gəlmisiniz. Allah sizi var eləsin. Ustad, ötən verilişimizdə yaşayışımızın, yaşadığımız məkanın, mühitin övlad tərbiyəsində daha doğrusu təsiri haqqında danışdınız ki, bunlardan biri dediniz ki, yaşadığımız evlərdir, bina evlərdir ki, övlad tərbiyəsində bunun mühüm təsirləri var. Bugün də istəyərdik ki, bizə bu sosial şəbəkələrin, bunların necə təsirləri var, necə müsbət və ya mənfi təsirləri olduğu haqqında bizə danışardınız inşallah. Bismillahirrahmanirrahim və bihi nəstəin. Mən əsas mövzuya keçməzdən əvvəl bir müqəddimə deyəyimi, haşiyə deyəyimi qeyd edəyək ki, izləyicilərin zehnində bir sual qalmasın. Bizim bir neçə verilişimiz, bizim bu verilişlərimiz silsilədir. Bizim bu verilişimiz silsiləvaridir və təbii ki, silsiləvari verilişlərin müqəddiməsi olur. Bizim bir neçə verilişimiz müqəddimə xarakteri daşıyır. Misal üçün biz keçən dəfə oynamaq haqqında danışdıq. Bütün məsələlərə toxunmadıq. Çünki müqəddimə xarakteri daşıyırdı. Bizim əsas söhbətimizin məğzi budur ki, bugünkü müasir dünyada övladımızın tərbiyəsinə mənfi təsir göstərən hansı amillər var? Qısa da olsa biz onlara toxunmaq istəyirik ki, valideynlərin baxış bucağı düzəlsin. Baxış bucağı düzəlsin ki, bəli, bina evinin bu cür nə təsiri var, medianın bu təsiri var və s. və ilaxır. Odur ki, yəni izləyicilərimizin bizdən gözləntisi olmasın ki, bugünkü verilişimizdə biz bütün medianın təsirlərindən danışacağıq. Bu giriş, müqəddimə xarakteri daşıyır. Qısa olaraq toxunulur ki, sonra geniş şəkildə. Bəli, qısa toxunmaq istəyirik ki, əziz valideynlər, ayıq olun. Bu medianın bu təsirləri var, amma daha geniş sonra danışacağıq. Biz keçən dəfə qeyd etdik ki, müasir insanın özünə xas yaşam tərzi var. Müasir insanın özünə xas
yaşam tərzindən biri həmin bina evləri idi, qeyd elədik. İkincisi media. Media əvvəllər birinci radiodan başlamışdı da. Birinci radio istehsal olunmuşdu, ixtira olunmuşdu, sonra televizor, daha sonra internet. Medianın nə kimi bizim övladımızın tərbiyəsinin qarşısında maneə yarada bilər? Burada biz iki tərəfdən baxa bilərik bu məsələyə. Bir, öz valideyn olaraq öz tərəfimizdən valideynin mediaya aludə olmağı bir məsələdir. Uşaqların mediaya aludə olmağı. Medianı biz əvvəlcə tərif eləyək də. Televizor mediadan sayılır. Telefon mediadan sayılır. Və telefonda da ki, genişdir də o fəza. Özü bir dünyadır, sosial şəbəkələr. Nə qədər sosial şəbəkələr var ki, insan heç hamısının adını yadında da saxlaya bilmir. Necə bunun təsiri var bizim evladımızın tərbiyəsinə? Baxın, bugünkü, mən xahiş edirəm bizi izləyən valideynlər, onlar da zehinlərində bunu canlandırsınlar. 50 il bundan əvvəlki yaşam forması ilə hal-hazırda 2025-ci ildəki yaşam formasını biz müqayisə eləyək. Biz elə bir nəslin övladlarıyıq ki, biz iki dönəmi də görmüşük. Mediasız dönəmi də, yəni telefonsuz, androidsiz, sosial şəbəkələr olmayan dönəmi də görmüşük. Sosial şəbəkələr, media populyar olan dönəmi də görmüşük. Bunları zehnimizdə bir canlandıraq. Baxın, əvvəlki ailələrdə, biraz da lap qabağa getsək, işıq az olan ailələrdə, hətta bəzi tarixi mənbələrdə qeyd edirlər ki, Peyğəmbərin dönəmində işıq yox idi deyənə, insanlar məğrib namazını qılıb yatarmışlar. Sübh namazından öz işlərinin ardınca olardılar. Gəlin indiki müasir zamana. İnsanlar gecə saat 2-də, 3-də mediadadılar, telefondadılar. Ya səhər dura bilmir, ya səhər duranda çox əzgin durur. Yorğun, belə süst halda belə. Həyat, yaşam formasına baxın nə qədər dəyişdi. O dönəmdəki insan, biraz qabağa gələk. Olsun, məsələn, 80 il bundan əvvəl, 50 il bundan əvvəl. Mənim yadımdadır, öz təcrübələrimdən deyim ki, gördüyüm şeylərdə. Mənim yadımdadır, mənim babam axşam 10 olan kimi yatardı. Sübh gün çıxmamışdan oyanardı və bağı var idi, bostanı var idi, orada işləyirdi gün çıxana qədər. Bütün həyat tərzi belə idi. Medianın o qədər bizim övladımıza təsiri var ki, gələcək verilişlərimizdə biz sırf kompüter oyunları, telefon oyunlarının təsirindən, sosial şəbəkələrin təsirindən danışanda valideynlər 100% əmin olacaqlar buna. Bizim sözümüz bunu deməsək də özləri bilir. Bugünkü müasir zamanədə özləri görürlər ki, nə qədər çətinləşib tərbiyə. Niyə çətinləşib? Çünki bir dənə rəqib meydana daxil olub. Tərbiyə meydanına başqa bir rəqib daxil olub. Mən övladımı bu tərəfə səsləyirəm, o rəqib övladımı özünə tərəf çağırır. Əksər hallarda mənim övladım, onun üçün mən zəhmət çəkdiyim, bütün ömrümü, günümü ona sərf elədiyim övlad, uşaq, o rəqibin sözünə qulaq asır. Ayrıla bilmir. Mən bu yaxınlarda bir xəbər oxudum, çox üzüldüm. Bizim rayonlardan birində yeniyetmə bir məktəbli özünə intihar eləmişdi. Səhv eləmirəmsə 11 yaşı var idi. Və hansısa bir yerdə yazmışdı ki, mən filan oyunu oynayanda, o oyunda mənə göstəriş verdilər ki, sən intihar elə, özünü asarsan. Filan günü, filan saatda. Bir balacası budur. Və yaxud hansısa bir ölkələrdə, mən səhv etmirəmsə, ya Şimali Koreydə, ya Cənubi Koreydə, dəqiq yadımda deyil, bir şəxs 20 saat kompüter oyunları oynamışdı və bir anın içində dünyasını dəyişmişdi. Bir ölkədə valideynlər o qədər oyun oynamışdılar ki, süd əmər uşaq acından keçirmişdi, vəfat eləmişdi, dünyasını dəyişmişdi.
Hələ bu üzdə olan bəzi məsələlərdir. Amma biz istəsək qısa qeyd eləyək. Qısa budur ki, bu gün bizim təəssüflər olsun ki, həyat tərzimiz media ilə tənzimlənir. Əgər əvvəl qeyd etdiyim kimi, axşam girən kimi insanlar yatırdılarsa, dincəlməyə gedirdilərsə, indi teleserial qurtarmamış yatmağa gedir. Və yaxud Çempionlar Liqasında baxmamış, bitirməmiş, o futbol bitməmiş cavan yatmağa getmir. Süfrə başına əyləşəndə televizor işləyir. Özü bir təsir eləyir uşağın qidalanmağına. İki formada təsir eləyə bilər. Ya uşağın fikri, zikri televizorda qalır, yemir, bu özü bir dənə təsir eləyir. Və yaxud fikri, zikri televizorda qalır, həddindən çox yeyir. İki cür təsir eləyir. Uşaqlar fərqlidir. Həddindən çox yeyəndə çəkisi artır. Çəki artımının da bir çox problemləri var. Ürək damar problemindən tutmuş, sümük problemlərinə qədər və s. Süfrə başına, əvvəllər süfrə başına əyləşəndə insanlar bir-biri ilə ünsiyyət qurardılar, söhbət eləyərdilər, diyaloqda olardılar. Evet. Amma indi süfrə başına əyləşəndə telefonlar olur süfrə başında. Televizor işləyir. Mənim səhər durmağım media ilə tənzimlənir. Səhər duranda birinci baxdığım telefondur. Axşam yatanda mənim ən axırda xudafizləşdiyim, sağollaşdığım şey telefondur. Gün ərzində ən çox əlimdə olan, vərəqlədiyim belə deyək də, telefondur. Yəni mən özümdən də çox ona vaxtda. Niyə? Bu müasir zamanə belə qurulub. Müasir həyat tərzi belə gəlib çıxıb ki, bizim ən çox vaxtımızı bu şeylər alır. Bəli. Yenə də qeyd eləyək ki, bu da əvvəlki verilişimizdə qeyd etdiyimiz kimi, bu o demək deyil ki, biz evimizdən telefonu yığışdıraq, bütün həyatımızdan qoyaq kənara Android telefonu və s. və ilax. Əsla biz bunu demirik. Mötədillik. Biz medianı idarə eləyək, televizoru, telefonu. Televizor, telefon məni idarə eləməz. Mənim öz həyat tərzim, sağlam həyat tərzim olsun. Bəzi dostlar şikayət edirdilər bəzən ki, bizim övladımız gecə 2-yə qədər yatmır. Mən onlardan soruşurdum ki, sən özün oyaq olursan, deyir, mən oyaq olurum. Mən oyaq oluram deyənə, mənim övladım baxır mənə, o da oyaq olur. Və yaxud bəzən olur ki, uşaq proqramsız yatır, məğrib zamanı yatır. Məğrib zamanı yatır deyənə, onun yuxu sistemi pozulur, gecə oyaq qalır. Valideynə zərər olur da, işə gücə gedən valideynə. Xülasə, medianın bu təsiri budur ki, mənim bugünkü həyatımı media tənzim edir. Yəni televizor, telefon, oyunlar, müxtəlif teleseriallar, müxtəlif futbol yarışmalar, onlar tənzim edir. Nə vaxt? Mən evdə nə vaxt olmalıyam? Filan serial başlayanda. Mən evdən nə vaxt çıxmalıyam? Filan futbol qutaranda. Mən nə vaxt yatacam? Filan mən kinoya baxım, seriala baxım, o qutarandan sonra. Mən yatağa girəndə, yerimə girəndə bütün xəbərləri izləyim yarım saat, ondan sonra yatacam. Baxın, bütün bunlar ya televizorla tənzimlənib, ya telefonla tənzimlənib. Bu da bizim övladımıza ya bilavasitə təsir qoyur, ya dolası yolla. Ya mən özüm aludə olmuşam, bilirsiniz də 3 saatdan artıq telefonla məşğul olan adam artıq ona internet aludəçisi deyirlər. Bu özü dırnaq arası bir narkomaniyadır. Artıq vərdiş ələ alıb, kənara qoya bilmir. Gün ərzində 3 saatdan artıq. Bütün mütəxəssislər də qeyd edirlər ki, 2 yaşına qədər uşaq ümumiyyətlə çalışsın, baxmasın, televizora və yaxud telefon verməyin. 2 yaşından sonra 2 saat. 2 saatdan artıq olmaz. Yəni gün ərzində. Gün ərzində, sutka ərzində. Bəzi valideynlər öz rahatçılıqlarından irəli gəldiyi üçün elə tez telefonu verir uşağa. Ağlayan kimi verir uşağa. Ağlayır. Mən özüm şahidi olmuşam. Balaca bir uşaqdır, balaca, 2 yaş. Uşaq hövsələsizlik eləyir, darıxır. Baxın, biz gün ərzində özümüz üçün 1000 dəfə məşğuliyyət tapırıq. Ya anadır, mətbəxdə işi var,
paltar yumaqla işi var, atadır çöldə işi var, pul qazanır, uşaq tək qalıb. Ətrafına baxır ki, ətrafdakılar hamısı məşğuldur. Heç kim mənə baxmır. Mən nə edim ki, ətrafdakıların diqqətini özümə cəlb eləyim? Ya dağıdır evi, ya ağlayır, hərəsi öz formasında. Valideyn görək, diqqətli olsun ki, uşaq diqqət istəyir məndən. Mən bir anlıq bu işimi kənara qoyum, bir anlıq, bir müəyyən müddətdə ona vaxt ayırım. Və tez mobil telefonu verir əlinə. Və yaxud müxtəlif yığıncaqlarda biz şahidi olmuşuq ki, uşağa vaxt ayırmaq əvəzinə tez mobil telefonu verir uşaq. Əgər Allah göstərməsin, uşaq mobil telefona adət eləsə, onun fəsadı daha çoxdur. Nəinki mən ona vaxt. Yəni mənim uşağa vaxt ayırmağımın o qədər böyük fəsadı yoxdur. Amma uşağın telefona adət eləməyinin fəsadı həddindən artıq çoxdur. Həddindən artıq çoxdur. Xüsusilə bir çox ölkələrdə ki, orada senzura yoxdur internetdə və hər şey açıq, aydındır, aşkardır, hər şey azaddır. Deməli, ailədə ailə üzvləri nə qədər media ilə həyat tərzlərini tənzim eləsələr, bir o qədər uşağın tərbiyəsinə təsir göstərir. Ümumiyyətlə, media dedikdə bizim yenə dedik, televizor və planşet, telefon, kompüter və ümumiyyətlə bu televizor, telefon, planşet xüsusiyyəti bu tibbdə demişkən təbii, məzacı soyuqdur. İnsanları bir-birindən soyudur. Əvvəllər ailələrdə şadlıq, sevinç, qaynayıb, qarışmaq var idi. İndi hamının bir telefonu var. Hər kəsənin öz Instagram profili var, Facebook profili var və hər kəsən də bir tində, bir bucaqda, evdə oturub öz işi ilə məşğuldur. Valideyn birinci sinifdə oxuyan, ikinci sinifdə oxuyan övladına yaxşı oxuduğu üçün hədiyyəsi telefondur. Valideyn özü övladına zərər vurur. Filan müvəffəqiyyəti əldə eləyir, planşetdir. Birinci növbədə mən özüm media savadlılığına sahib olum, telefon və planşetdən düzgün istifadə etməyi öyrənim. Övladım da görsün ki, mən hakiməm mobil telefonun üzərində, sosial şəbəkələrin üzərində. O mənim üzərimdə hakim deyil, övladım da onu öyrənsin. Mən şahidi olmuşam. 35-dən çox yaşı var. Ailə sahibidir, ailə başçısıdır, telefonda neçə dənə oyunlar var. Bu təbii ki, sənin övladın telefonu əlinə alıb baxanda, oyun oradan çıxanda o da oynayacaq. Bəli, bəli. Biz demirik ki, bir daha qeyd etmək istəyirəm ki, bizi başqa cür düşünməsinlər, zehinlərdə şübhə yaranmasın. Biz demirik, bütün bunları müasir texnologiyanın hamısını kənara qoymaq lazımdır. Əsla biz bunu demirik. Biz deyirik ki, hər bir şeydən istifadənin qaydası var, həddi var, hüdudu var. Mötədillik. Balaca bir şey niyə mənim həyatımı tənzim eləməlidir? Niyə mən gecənin ilk yarısı yatmalı deyiləm? Bilirsiniz, gecənin ilk yarısı 12-yə qədər insan dərin yuxuda olmalı. Ümumiyyətlə, insan yuxuda olmalıdır. Bütün həkimlər bunu qeyd edir ki, gecə 12-yə qədər insan yuxuda olmalıdır. Bir saat var ki, o saatda yatan insan doyur yuxudan. Ondan sonra insan 10 saatda yatsa doymur. Gecənin əvvəlidir o. Mühüm vaxtıdır. Mühüm vaxtıdır. Və yoxud, mən niyə gecənin lazım olan vaxtını mediaya ayırmalıyam? Telefona ayırmalıyam. Amma din buyurur ki, gecə mən Allahla ünsiyyətdə ol. Gecə ibadətdə ol. Gecə ki, sakitçilikdir, aramlıqdır. Bir növ, bir həddə, çöldə, bayırda sakitçilikdir. O iş, güc yoxdur. O gecəni sən dur, məni yad elə. Bizim Peyğəmbərə vacib idi gecə namazı. Əhl-i Beytin özü, böyük alimlərin özü nə qədər sifariş ediblər gecə namazı. Yəni mən o vaxtı çalışım, o vaxtı mən özüm valideyn kimi o ibadətin növünə ayırım ki, mənim övladıma da bu təsir eləsin. Bəli. Və yaxud o qədər indi söz gəlmişkən gərək deyək də bir daha qeyd edeyim ki, gələn verilişlərdə biz geniş deyirik. Və yaxud uşaq o qədər mediaya aludə olub ki, həqiqi həyatı onun oradadır.
həqiqi həyat ətrafındakı onun virtual həyatı olub. Sosial şəbəkə olub həqiqi həyat. Misal üçün gecə yatıb bəzi oyunlar var, onların bu SMS qabiliyyəti var ki, nəsə bir hadisə olanda telefon səs salır. Gecə övladımız yatıb, telefon səs salır, yerindən atlanır. Yerindən atlanır ki, mənə hücum elədilər. Ay bala, kim sənə hücum elədi mi? Oyunda mənə hücum elədilər, qonşular mənə hücum elədi mi? Virtual aləmdə yaşayır. Hansı formal bir şeylərdir. Kim orada kimə hücum elədi? Formal bir şeydir. Yəni real həyatdan tam uzaqlaşır uşaqlar. Bunun da bir səbəbi biz özümüzük, biz özümüz valideynlər. Bir səbəbi bizim ətrafımızdakılardır, bir səbəbi də müasir dünya. Bəli. Ən azından mən öz üzərimə, öz öhdəmə düşən işi edim. Mən valideyn kimi gün ərzində telefonu çox götürməyim. Gün ərzində görməsin mənim evladım ki, atam, anam oturub durur telefonlandır, oturub durur televizoru yandırır, oturub durur sosial şəbəkələrdə. Ən azından mən bunu eləyə bilsəm, demək olar ki, bir çox tərbiyənin bir çox hissəsində mən qabağa getmişəm. Düz ustad. Həqiqətən də çox mühüm bir məsələlərə toxunursunuz ustad. Həqiqətən. Yəni bu qeyd elədiyiniz mövzu tək bizim cəmiyyət yox, bütün dünyanın qlobal bir dənə problemidir. Yəni həqiqətən bir dənə problemdir. Elə bayaq gözəl vurğuladınız. Elə biz məhdudlaşdırsaq biraz mövzumuzu, dindar cəmiyyətlərə məsələn adicənə şamilləsək, o qeyd elədiyiniz vaxt ki var idi, yatmaq vaxtı. Təəssüflər olsun, bir gün dindar ya qeyri-dindar, yəni məxsusən dindarlarda da müşahidə olunur ki, bəzən sübh namazı belə qəziyə gedir. Yəni sübh namazı qılınmır, o çağalara gecə namazı. Onun da səbəbi nədir? Buyurduğunuz kimi gecə saat 1-ə, 2-yə qədər əgər o telefonda, televizorda vaxt keçirilsə, təbii olaraq bu insanda hal qalmaz. Ki o mühüm vaxt ki var, yatmaq vaxtı. O vaxt insan oyaq qalsa, 2-də yatan insan təbii ki, sübh namazını da qıla bilməz, qəziyə gedər. Ya da ki, axırda 5 dəqiqə, 3 dəqiqə qalmış, durub bitər, qaça-qaçlanan o namazı o cür qılar. Həqiqətən də çox bu sosial şəbəkələrin insan üzərində, hətta nəinki uşaqlar, elə böyüklər üzərində çox böyük təsiri var. Siz qəşəng qeyd edirsiniz ki, yəni bu məsələlər ümumiyyətcə insanı idarə eləyirlər. Yəni bu yolla insan bir bununəsirinə çevrilir. Ki, gərək insan bunu idarə eləyə. Halbuki təəssüflər olsun, görürük ki, insanlar idarə altına düşübdülər. Nə qədər imkan varsa, gərək biz övladımıza xeyirli şeyləri öyrədək. Bəli, bəli. Nə qədər gücümüz çatırsa, dəyərləri aşılayaq. Anti-dəyərlərdən onları uzaq tutaq. Nə qədər gücümüz çatırsa, çalışaq. Birinci növbədə hər hansı bir şeyin düzgün istifadəsini öyrədək. Sonra o şeyi verək övladımıza. Bəli, bəli. Övladımız bir şeydən istifadə eləməyə öyrənməsə, həmin o şeydən ziyanlı şeylər görəcək. Əgər biz övladımıza misal üçün iti bıçaqla hər hansı bir tərəvəzi kəsməyi öyrədə bilməsək, birinci öyrətməsək, sonra birinci tez iti bıçağı əlinə versə, əlini kəsəcək. Düz. Gərək əvvəlcə o işin, o texnologiyanın, o nəyinsə düzgün işləmən qabiliyyətini öyrədək ki, bax bunu belə işlətmək lazımdır, bunun bu funksiyası var, bu funksiyası yoxdur və s. və ilaxır. Bu şeylər var, bu şeylər yoxdur. Əlbəttə, təbii ki, hər şey təlimlə düzəlmir. Mən deyəcəm, övladım eləyəcək. Bu belə olmur. Həmişə belə olmur. Bəzən qadağalar da olmalıdır. Ki, bəzi proqramlarda var, valideynin nəzarəti funksiyası var. Valideynlər bilirlər yəqin ki. Mən elə eləyim ki, birinci növbədə mən öz öhdəmə düşən işi görüm. Ki, mən özüm alüdə olmayım. Bəli. Əgər mən özüm alüdəyəmsə, mən övladımdan gözləməməliyəm ki, o mənim kimi olmayacaq. Uşaqlar bizim istədiyimiz kimi yox, bizim olduğumuz kimi tərbiyələnirlər. Valideyn necədirsə, uşaq da elə tərbiyələnir. Mən uşağa başa sala bilməyəcəm ki, mənim işim var, işim bunun üstündə qurulub. Ən azından mən, məsələn, bəzi metodlar qeyd eləmək olar. Misal üçün, evə girəndə Android telefonu biz qoyaq, koridorda qalsın. Evdə olan müddətdə uşaq bizim əlimizdə görməsin Android telefonu. Mən özüm şəxsən bunu imtahan eləmişəm. Və yaxud da ki, otaqda olsun Android telefon. Mən telefonla iş gördüyüm zaman uşaq məni görməsin. Bir müddət. Sonra özü adət eləyəcək.
O vaxta qədər ki, hələ təhlil eləyə bilmir. Təhlil eləyə biləndə öyrənəcək. Mən çalışım mənim telefonumda oyun olmasın. Axı biz böyüməliyik də, biz biraz uşaqlıq dövrü qurtarmalıdır. Valideyn daha geniş baxmalıdır bu dünyaya. Baxış bucağı dəyişilməlidir. Mən çalışım özümün oyunum olmasın. Tutaq ki, məsələn, fərz eləyək ki, bir nəfər eləyə bilmir də, oynamaq istəyir. Elə eləsin ki, uşaq onu görməsin. Uşağın gözünün qabağında olmasın. Bəzi işləri görsəm, bu metodlardan istifadə eləsəm, başqa cibimə ata bilərəm telefonu, evdə düyməli telefondan, knopkalı telefondan istifadə eləyə bilərəm evdə olan müddətdə. Gizdində istifadə eləyə bilərəm telefonu ki, ta bir müddət mən göstərə bilim övladıma ki, bax, düzgün şəkildə telefondan istifadə eləmək mümkündür. Elə təsəvvür eləməsin ki, insanın bütün həyatı bu mobil telefonun üstündə qurulub. Əgər mobil telefonu olmasa həyat olmayacaq. Yox. Mən valideyn olaraq öz üzərimə düşəni lazımınca eləyə bilim, yaxın adamlara da, öz yaxınlarımıza da tapşırım ki, xahiş eləyirəm. Ya siz bizə gələndə, ya biz sizə gələndə uşaqların başını telefonla qatmayaq. Ya ailəvi oyunlar var, ailəvi oynayaq, uşaqlar da bizimlə bir yerdə oynasın. Ya bir işlə mən, ya çıxaq parka, mən öz gözümlə görmüşəm. Ana parkda o qədər başı telefona qarışmışdı ki, uşaq yolu keçdi, başqa yerə getdi. O ana birdən ayıldı, gördü ki, uşaq yoxdur. Biraz həyəcanlandı, yaxşı ki, çox uzaqlaşmamışdı. Və yox, bəzi yerdə anamızın uşağı ilə də uşağın əlindən tutub, amma bilmir hara gedir. O qədər fikri və bütün zikri telefondadır. Qərq olubdur da. Qərq olub, bilmir hara gedir. Ona görə məqsədim budur ki, birinci özümüzdən başlayaq, birinci özümüzün mənfi vərdişlərini, adətlərini kənara qoyaq ki, bizim övladımıza da təsir eləyə bilək. Mən özüm, Allah Teala Quran-ı Kərimdə buyurur ki, nə üçün özünüz etmədiyiniz şeyi deyirsiniz. Əgər mən özüm aludə olmuşamsa, mən hər nə qədər övladıma desəm ki, yox bu pisdir, bunu sən eləmə, yaxşı deyil, eşitməyəcəksən. Çünki mənə görür gözündən, hər gün mən bu işi görürəm. Mənim öhdəmə düşən işi mən eləyim, ətrafdakılara da tapşırım ki, çalışaq birlik. Çünki tək valideyn əlindən tək əldən səs çıxmır da. Xala var, bibi var, nənə var, əmi var, dayı var. Bunlarla bizim gediş-gəlişimiz var. O övladına telefon verir. Bir şəxs bizdən soruşurdu ki, mən övladıma məsələn mobil telefon həddində verirəm, yaxud vermirəm, amma mənim qardaşımla biz həyətdə qalırıq, onun övladları səhərdə axşamacan telefonla məşğuldurlar. O tərəf də başa düşməlidir ki, bu uşaqlar bizim gələcəyimizdir. Bir yerdə onların tərbiyəsinə biz müsbət təsir qoya bilərik. Çünki bir yerdə yaşayırıq, bir yerdə də gərək əl-ələ verib övladlarımızı tərbiyə eləyək. Düz Ustad, həqiqətən də elədir. Ustad, bəzən də belə şeydə müşahidə edirik ki, biz cəmiyyətdə elə insanlar da var ki, bu məsələdə də ifrat təhvirdə yol verirlər. Məsələn, bəzi şeydə çox ifrat edirlər, buyurduğunuz kimi, bütün gün qərq olublar telefona. Elə valideyn də var ya, təfrit edir. Yəni, demək olar ki, bütünlüklə bu şeyi inkar edir, qəbul eləmir. Deyək, məsələn, sosial şəbəkə, internet pis bir şeydir. Amma əslində elə deyil. İnternet belə biz yaxşı tərəfindən baxsa bir nemətdir insan üçün ki, həqiqətən də insanın bu gün istər elm öyrənməyində olsun, istər bəzi məlumatları ələ gətirməyində olsun, insanın əlindən daha rahat tutur. Yəni, insan onun vasitəsilə bəzi məqsədlərə daha tez çata bilər. Yəni, qalıb o qarşı tərəfin ondan necə istifadə eləməklə. İndi bayaq siz də qəşəng işarə elədiniz. İnsan var ondan əgər yaxşı istifadə eləsə bir nemətə çevrilər. İnsan var ondan pis şeylərə istifadə eləyə bilər də ki, bu ondan ötürü bir zillətə çevrilə bilər. Necə ki, elə bir bayaq siz də bir də bıçaqdan misal çəkdik. Bıçağı biz misal çəkək. Bıçaq öz-özlüyündə nədir? Bir dənə insan eləyə bilər bundan. Bir dənə məsələn yaxşı bir işlə görə bilər, bir halal bir şey, heyvan da kəsə bilər, ət də doğraya bilər. Elə bilər ki, bundan cinayət də törədə bilər. Telefon da onun kimi bir şeydir. Əgər bir insan ondan düzgün istiqamətdə istifadə eləsə, Allah deyən yolda istifadə eləsə, bundan savab qazana bilər. Yox, əgər ifrat təfrit eləsə, yəni bundan qeyri yolda, şəri yolda istifadə eləsə, məlum məsələdir. Bundan günah qazanar, dünyasını da, axirətini də heç eləyər. Təbii ki, birincisi siz də qeyd etdiniz.
istifadə eləmə qabiliyyəti olsun. Necə istifadə Bəli. eləməliyəm bunu bilsin və hazır olsun. Çünki təbii ki, o bütünlüklə yaxşı deyil, axı siz qeyd elədiniz, gözəl qeyd elədiniz ki, yaxşı yolda istifadə eləmək olar ondan. Bəli. Bu şeylərdən, bütün bu texnologiyalardan yaxşı yolda istifadə eləmək olar. Mən avtomobildən normal sürətlə istədiyim məqsədə tez zamanda da çata bilərəm. Düz. Mən 200-250 ilə sürüb kiməsə də xəsarət yetirə bilərəm. Bəli, bəli. Ona görə də mən bayaq qeyd etdim ki, əvvəlcə övladımıza öyrədək bundan istifadə eləməyin Qaydalarını, yolun, yolunu, qaydasını, bəli. metodun, sonra verək ona. Düz. Əmin olaq ki, bəli, mənim övladım bu şeydən düz istifadə edəcək. Maşından ifrat şəkildə istifadə eləməyəcək. Başqalarına ziyan vurmayacaq, cinayət törətməyəcək və s. və ilaxır. Düzdür. Allah razı olsun ustad. Çox sağ olasınız. Allah sizi salamat eləsin. Vaxtımız sona çatdı. Sizin bu dəyərli söhbətlərinizdən inşallah ki, gələn verilişlərimizdə ümid edirəm bir daha istifadə edərik. Həqiqətən də bu gün də cəmiyyətlərə aid olan və cəmiyyətlərin belə deyək də problemi olan bir məsələ haqqında çox gözəl şəkildə izahlar verdiniz və inşallah buyurduğunuz kimi gələcək bəhslərimizdə də daha geniş şəkildə bu məsələlərə toxunarıq inşallah. Allah razı olsun. Təşəkkür edirik Mən də sizə. sizə təşəkkür edirəm. Çox sağ olasınız. Bəli, dəyərli izləyicilər, bu gün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Əziz ustadımız həmişə olduğu kimi bu gün də lazım olan nöqtələrə işarə etdi. Cəmiyyətlərin belə deyək də ən əsas qlobal bir problemi haqqında danışdı və ümid edirik ki, bizlər də həm özümüz, həm də ki, övladlarımıza telefondan, televizordan, ümumiyyətlə hər bir şeydən istifadə etməyin orta həddini başa salarıq və özümüz də riayət etməklə övladlarımızı da bu yolda tərbiyələndirməyə çalışarıq inşallah. Əziz izləyicilər, ümid edirik ki, bir daha gələn verilişlərimizdə siz əzizlərlə görüşərik və gözəl söhbətlər ətrafında ustadın söhbətlərinə qulaq asarıq. Sağ olun, salamat qalın.